Qoç. Bugünkü gün Qoç bürcü üçün son dərəcə əlverişlidir. Uğur hər yerdə və hər işdə sizinlə olacaq. Parlaq planların və çılğın arzuların həyata keçmə ehtimalı çox yüksəkdir. Fürsətinizi qaçırmamağa çalışın. Çünki məhz bu gün ən tənbəl qoçlara belə bəxt üz tutur. Karyera yüksəlişi ilə bağlı planlarınızı həyata keçirə bilərsiniz. Lakin bunun üçün tərəfdaşlarla münaqişəyə getməli ola bilərsiniz. Bu gün iş yerini və ya yaşayış yerini dəyişmək barədə alacağınız təkliflər ciddi düşünülməni tələb edəcək. Seçim edərkən sizə yaxın insanların fikirlərinə və məsləhətlərinə əsaslanın. Buğa. Bu gün Buğa bürcü nümayəndələrindən emosiyalarını cilovlamağı tələb edir. İstədiyinizi deyil, bugünün şərtlərinə və vəziyyətinə uyğun olaraq lazım olanı etməli olacaqsınız. Təəssüf ki, bu gün buğalar tale tərəfindən əzizlənənlərdən olmayacaq. Baxmayaraq ki, sizi maraqlı insanlarla xoş ünsiyyət gözləyir. Bugün lazım olan insanlardan dəstək tapmaq asan olmayacaq. Müəyyən edilmiş qaydalara və ənənələrə riayət etməyə çalışın. Əkizlər. Bugün əkizlər bürcü üçün hər şeydə ehtiyatlıq göstərmək xüsusilə vacib olacaq. Elə intriqalar mümkündür ki, onların nəticəsində başqalarının səhvlərinə görə məsuliyyət daşımalı ola bilərsiniz. Belə şəraitdə kənarda durub gözləmək mümkün olmayacaq. Bugün çoxdan özünüzə söz verib, lakin edə bilmədiyiniz işi görməyin ən uyğun vaxtıdır. Alış-verişə yollanın. Bugün əkizlərin əvvəlcədən planlaşdırdıqları tədbiri həyata keçirmək və sövdələşmələr bağlamaq üçün bütün şansları var. Mənfəət əldə etmə ehtimalı çox yüksəkdir. Xərçəng. Bugün çalışın ki, diqqəti üzərinizə çəkməyəsiniz. Xərçəng bürcü nümayəndələri qəsdən başqasının oyununa cəlb edərək təxribat yarada bilərlər. Ümumiyyətlə yaxşı olar ki, hansısa yerli ezamiyyət bəhanəsi tapıb, söz-söhbətlər səngidikdən sonra işə qaydasınız. Axşam isə böyüklərin əslində böyük uşaqlar olduğunu xatırlamaq yerinə düşər. Əyləncə məkanlarına gedin, bowling və ya buz meydançasına baş çəkin. Əgər uşaqlarınız varsa, onları da mütləq özünüzdə aparın. Şir. Səhər tezdən hüquqi uyğunsuzluqlar istisna deyil. Lakin günün ikinci yarısının əvvəlində bəxt Şir bürcü nümayəndələrinin üzünə güləcək və işgüzar görüşlər çox rahat keçəcək. Bugün planlaşdırma ilə məşğul olun. Bugün nəzərdə tutduğunuz hər şeyin gerçəkləşmə ehtimalı yüksəkdir. Yaxşı maliyyə perspektivləri vəd edən təklifləri uzun müddət təxirə salmadan nəzərdən keçirmək lazımdır. Şəxsi münasibətlər sahəsində durğunluq mümkündür. Qız. Bugün əldə edəcəyiniz məlumatlar qız bürcü üçün gələcəkdə faydalı olacaq. Söhbətlərin məzmununu yadda saxlayın və ya daha yaxşısı qeyd edin. Marağınızı açıq şəkildə göstərməmək daha məqsədə uyğundur. Bugün qazanc əldə etmək üçün bir qədər hiyləgər davranmalı olacaqsınız. Üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirməkdə çətinliklər yarana bilər. Lakin bugünkü planetar təsirlərin gətirdiyi aktivlik və uğur bütün məsələləri uğurla həll etməyə imkan verəcək. Tərəzi. Görünür tərəzi bürcü bugün üçün o qədər plan qurub ki, onların öhdəsindən tək başına gəlmək çətin olacaq. Amma nəzərdə tutulandan geri çəkilmək də istəmirsiniz. Planlarınızı həyata keçirməkdə sizə kimin kömək edə biləcəyini düşünün. Rəhbərlik qeyri-standart həllər tələb edir və bu cür ideyalar tərəzidə həmişə olur. Cəsarətli olun və yaşıl işıq əldə edin. Əqrəb. Əvvəllər qazandığınız mövqeləri qorumaq istəyirsinizsə, bir çox məsələlərin həllində israrlılıq göstərmək yerinə düşər. Bu fikir bugün Əqrəb bürcü nümayəndələri üçün xüsusilə aktual olacaq. Bu həm iş yoldaşlarınıza, həm də ailə üzvlərinizə aiddir. Öz haqlılığınızı sübut etmək çətin olmayacaq. Arqument və dəlilləriniz bir çoxlarını inandıracaq. Həmçinin bugün intellektual və mənəvi inkişafınıza yönəlmiş məşğuliyyətlər də asanlıqla alınacaq. Oxatan. Bugün ən çox uzaqdan danışıqlar aparmaq, qarderobu yeniləmək və biznesdə perspektivli istiqaməti öyrənmək üçün uyğundur. Bugün Oxatan bürcü nümayəndələri iş ortaqlarına, həmkarlarına və həmçinin ailə üzvlərinə öz şərtlərini diktə edə bilərlər. Əgər nəsə onların istəyindən asılı deyilsə, bu yalnız asanlıqla imtina edilə biləcək xırda şeylər olacaq. Axşam isə dostlarla və sevdiyiniz insanla səmimi söhbət rahat, ünsiyyətə açıq bir mühitdə sizə böyük zövq verəcək. Oğlaq. Bugün bu həftə üçün Oğlaq bürcü nümayəndələri üçün ən yaxşı gün olmayacaq. Vəziyyət belədir ki, oğlaqlar üçün hətta sadə görünən işləri həyata keçirmək çətin olacaq və dəstək tapmaq asan olmayacaq. Bugün rəsmi orqanlara getmək tövsiyə olunmur. Belə bir işi başqa vaxta saxlayın. Günün şəraiti sizə xatırladacaq ki, əsas qoruyucularınız və köməkçiləriniz yaxınlarınız, ailə üzvlərinizdir. Yalnız onlar hər hansı təşəbbüsdə sizə dəstək olacaqlar. Dolça. Müxtəlif əlverişli hallar sayəsində bugün Dolça bürcü nümayəndələri bilik qazandıracaq bir görüşdə iştirak edə bilərlər. Lakin insanlarla danışarkən diqqətli olun. Söz quş kimi deyil, bir dəfə uçduqda geri qaytarmaq mümkün olmayacaq. Əgər rəhbərlik sizi qane etmirsə, iş yerinizi dəyişməyi düşünün.
Bu gün belə imkanın yaranma ehtimalı yüksəkdir. Sizdən tələb olunan tək şey mövzuya uyğun internet resurslarında elanlara baxmaqdır. Axşam isə aşiq olan Dolça bürcü nümayəndələrini sevdikləri insanla münasibətlərində müsbət dəyişikliklər gözləyir. Balıqlar. İş yerində ortaya çıxan peşəkar məsələləri həll etmək üçün bu gün dostlardan məsləhət alın. Amma gəliriniz barədə danışmayın və nəticədə onlara borc verməyin. Həmkarlarınız sizin fəal fəaliyyət göstərməyinizi gözləyir. Başqalarının maraqlarını qorumağa çalışın, amma öz maraqlarınızı da unutmamağa diqqət edin. Yeni ideyalar bu gün çox qiymətlidir. Öz düşüncələrinizi ortaya qoyun, amma qiyməti ucuz qoymayın. Bəziləri təkliflərinizi cəsarətli hesab edə bilər. Lakin bu karyeraya mane olmayacaq və imicinizi zədələməyəcək.